Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ən birinci, həmişəki kimi Allah Teala'ya bütün nemətlərinə görə çoxlu şükürlər olsun deyirəm. Və Allah Teala bizə böyük nemətlər verib. Və sonra bir mövzu haqqında danışmaq istəyirəm ki, o mövzu həqiqətən də bizə lazımdır. Nə üçün? Çünki birincisi o təvəssüldür. O təvəssül yəni Allaha yaxınlaşmaq, yəni Allahdan istəmək və hansısa əməlləri eləyib Allaha yaxınlaşmaq o əməllərlə, Allahdan dua eləyib istəmək. Və burada biraz qarışıq məsələlər olur. Bəzi insanlar təvəssülü bilmirlər, təvəssülü düzgün etmirlər. Və ən birinci təvəssül nədir? Təvəssül odur ki, Allaha yaxınlaşmaq. Və bilirsiniz ki, səhih hədisdə gəldiyi kimi o 3 nəfər yağışlı havada bir qayada, mağaraya girirlər və daş yumalanır, gəlir mağaranın ağzını tutur və onlar orada qalırlar və bilirlər ki, oradan Allahın rəhməti olmasa heç vaxt oradan qurtula bilməzlər, çıxa bilməzlər. Və ona görə deyirlər ki, gəlin Allaha dua eləyək, kimin hansı əməli varsa, Allah üçün eləyibsə və həmin duaları eləyək və Allahdan yardım istəyək. Və onlar dua edirlər, az-az, hər biri dua etdikcə az-az o daş aralanır oradan və xilas olurlar, çıxırlar. Və bu adamların əməllərinin hamısının sonunda deyir ki, əgərlər bu əməli sənin üçün etmişəmsə ixlasla və bizə buradan xilas olmağa yardım edə. Və əlbəttə ki, onlar öz əməlləri ilə Allaha yaxınlaşdılar. Allahdan dua elədilər, Allah Teala'dan yardım istədilər. Və Allah Teala da onları qəbul etdi. Əgər insan əməlləri salih deyilsə, əgər Allah Teala yada salmırsa, onda dua etsə belə də nədir? Onun duası qəbul olmaz. Və ona görə birinci ona baxmaq lazımdır. Birinci, əlbəttə ki, bütün əməllər nə olmalıdır? İxlaslı olmalıdır, Allah üçün olmalıdır. Hər bir əməl, ibadətlər xüsusən və yaxud da yaxşılıq və yaxud da başqa bir əməl, hər hansı bir əməl həmişə qəlbində olmalıdır ki, Allah Teala'nın rizasını qazanmaq üçün və Allah üçün eləyirsən bunu. Allah üçün, yəni ixlasla demək odur ki, xalisliyi Allah üçün olmalıdır. Heç bir şey ona tay tutmursan, şərik tutmursan, riyakarlıq eləmirsən, hansı ki, riya şirkdir, insan onu özü də hiss eləmədən. Bircə sənə o riyadan biraz qarışdı, artıq sənin əməlin qəbul deyil. Yəni, təhlükəlidir. Və ona görə də, məsələn, yaxşı əməllər görür insan, amma düzgün etmədiyinə görə, yəni ixlas olmadığına görə və yaxud da təvəssülü düzgün etmədiyinə görə onun duaları qəbul olmur. Və əlbəttə ki, ən birinci insan Allah Teala'nı ha vaxt yada salmalıdır. O vaxt yada salmalıdır ki, o nədir? Rahatlıqdadır. Rahat yaşayır, rahat yatır, rahat durur, hər bir şey rahatlıqdadır. Sən Allahı rahatlıqda yada sal ki, o da səni çətinlikdə yada salsın. Necə ki, onlar rahat idilər, həmin o mağaraya düşən adamlar. Rahatçılıqda o işləri görmüşdülər və onlar da çətinə düşəndə həmin əməllərlə Allahdan yardım istədilər. Və əməlləri dedilər ki, bunu Allah üçün, sənin üçün etmişiksə, niyyətimiz xalisdirsə. Yəni, ona görə bizə məsələn, buradan çıxmağa yardım elə. Görürsən, məsələn, Allah Teala'ya, məsələn, salih əməllərlə yaxınlaşmaq. Yəni, insanın əməlləri birinci nə olmalıdır? İxlaslı olmalıdır. İkincisi nədir? Asan vaxtda, yaxşı vaxtlarda Allahı yada salmalıdır, Allah üçün çalışmalıdır ki, çətinə düşəndə Allah Teala ona yardım etsin. Necə ki, Firon
Allah Taala'nı yada salmadı yaxşı vaxtında. Hətta iddia elədi ki, odur ilah. Yəni hər şey onun sahibi odur, hamısının böyüsü sahibi odur. Amma gəldi dənizdə qərq olanda, batanda Allah Taala'ya dua elədi ki, yəni mən də Bəni İsrailin, Musanın ilahına iman gətirdim. Amma Allah Taala indi yəni bir belə imtahanlar gəldi, sənə bir belə xəbərlər gəldi, bir belə nəsihət oldu, sən qəbul etmədin. Yəni insan nə elədi? Təkəbbürlük etdi. İnsan rahatlığında elə bilir ki, həmişə belə olacaq. Amma həmin o çətinliyə düşəndə də Allah Taala onu qəbul etmədi. Və məsələn, Yunus Aleyhisselam qarnına düşəndə balığın dua etdi. Və səbəb nə idi? O bizə deyir, nədir? Dua eləyənlərdən idi, zikr eləyənlərdən idi. Zəkəriyya Aleyhisselam və Allah Taala ona övlad verdi. O çağında ki, özü də çox qocalmışdı, qoca vaxtında və zövcəsi də o bilirdi ki, mümkün deyil. Amma deyir, onlar nə idi? Xeyir işlərdə yəni, qabaqda idilər və onlar nə edirlər? İmanla deyir, dua edirdilər. Heç vaxt yəni, Allaha asi olmadılar o hallarında da və Allahdan qorxanlardan idilər. Zövcəsi də, özü də. Və Allah Subhanahu taala dua elədi ki, mənə nədir? Varissiz qoyma. Yəni, o çağda o da bilirdi ki, yəni ki, yaxşı vaxt, yəni bu möcüzədir. Amma Allahdan ümidini üzmədi. Və həm də Allah Subhanahu taala nədir? Salih əməl sahibi olduğuna görə, Allahdan qorxduğuna görə nədir? Onun duasını qəbul etdi. Və ona görə də əgərləri sənin əməlin salih deyilsə, sənin əməlin qəbul olması da nədir? Mümkün deyil. Və sən o əməllə Allaha yaxınlaşa bilməzsən. Çünki Allah üçün etməmsən onu. Sən kimlərsə sənə görsün, kimlərsə sənə alsan versin, kimlərsə səni ölsün deyə etmisənsə, nədir? Sən bunları ona görə etmirsən və Allah üçün çətinə düşəndə Allahdan istəyəndə əlbəttə ki, Allah Taala da sənə qəbul etmir. Və nədir? Allah Taala da Quranda buyurur ki, Ya eyyuhəllezine amenuttaqullaha vebtəğu ileyhil vəsilə. Ey iman gətirənlər, Allahdan qorxun və Allaha tərəf gəlmək üçün nədir? Vasitələr axtarın. Bəziləri nə edir? Övliyalara gedir. Bəziləri insanları ibadət edir, səcdə edir, əlini öpür, ətəyin öpür, ondan kömək istəyir, vasitə deyir, belə şeylər. Bəs bu oruc nədir? Bəs namaz nədir? Bəs zəkat nədir? Və yaxşılıq nədir? Yaxşı əməllər, xeyir əməllər. Bunlar nə üçün lazımdır bəs insana? Nəyə görə xatırlanıb bu Quranda və sünnədə? Bu yaxşı əməllər, nə pis əməllər? Yəni, odur ki, sən bu yaxşı əməlləri, məsələn, gördün ki, Zəkəriyyə nə edirdi? Yoldaşla, onlar Allahdan qorxan idilər, xeyir işlərdə qabaqda idilər, öncədə idilər və nədir? Allah Taala'dan qorxaraq dua edirdilər ona. Yəni, xalis idilər, Allaha bağlı idilər. Və elə bir vaxtı gəldi ki, yəni, ikisi də qoca kişi, qoca qarı və bunlarla Allah Taala övlad verdi Allah Taala olaraq. Yahyanı verdi, bilirsiniz. Və həmçinin Firon məsələn, görürsən ki, nədir? Pis əməllər etdi, yaxşı əməllər etmədi, gəldi, ancaq Allah Taala da qəbul etmədi. Yəni, bunlar nə üçündür? Quran, həm də bizə ibrət var Quranda da. Və ona görə də, bəzən, məsələn, hansızsa insan diri ikən belə, məsələn, mömin insandan, onun vasitəsindən təvəkkül edə bilərsənmi? Özünlə yox, məsələn, bu bizim aramızda filan kəs var, salih insandır, yaxşı insandır, buna görə bizə, məsələn, yağış yağılır. Yox, belə olmaz. Bu olmaz, yəni, buna görə. Və yaxud da, məsələn, ondan hansısa deyək ki, ölən insandan. Yox, olmaz. Məsələn, ölü bir yaxşı, salih insan, yəni ona görə bizə yağış yağılır, məsələn. Və yaxud da ki, hansısa əməlləri var onun. Yox, amma salih insana demək olar ki, məsələn, nə? Sən bizim aramızda, dua elə bizim üçün. Sağdırsa, dua elə, buna icazə verirlər. İcazəlidir ki, məsələn, mömin insandır, məsələn, aramızda yaxşı, xeyirli insandır, dua eləyən, ibadət eləyən və ona demək olar ki, sən dua elə bizim üçün. Yağış yağsın, məsələn. Yəni, ona eləməyə icazə verirlər. Amma yəni, o da ki, yəni, o dua etməlidir.
Yəni o da dua da xalisdir. Yəni o yağdırmır, onun vasitəsilə yox. Sadəcə yəni o dua edir Allaha. Və ona görə də yəni bizim əməllərimiz salih olmalıdır ki, yaxşı olmalıdır ki, bizim etdiyimiz dualar qəbul olsun. Həm bu dünyada fayda versin bizə, həm də axirətdə. Yoxsa nədir? Bizə fayda verməz. Və həmçinin valideynlərə yaxşı eləmək. Yəni bu mövzuda bizim keçmiş salihlərimizin valideynlərlə münasibətlərinə baxanda, bizim münasibətimizə baxanda adam xəcalət çəkir. Bu mövzudan danışmaq ağırdır çox. Yəni Allahdan sonra valideynlərin haqqıdır. Təsəvvür edirsiniz. Bu nə qədər ağır bir mövzudur, nə qədər ağır bir əməldir. Və indiki vaxtda görürsən ki, valideynlərə qarşı nə cür aqressivliyi var. Artıq valideynlər yəni elə bil ki, dəyərsizləşib, hörmətdən düşüb. Halbuki keçmişdəki sələflərin həyatına baxsan, onların valideynlərlə münasibətlərinə nədir? Görərsən ki, necə olublar. Və həmçinin həmin o mağarada olanlardan birisi valideynlərinin etdiyi yaxşılığa görə yəni dua etdi Allah Taalaya. Və həmçinin Allahdan qorxmaq və Allah səni daimi izləyir, səni görür, hər bir şeydən xəbəri var, onu bilməlisən. Yəni əməlin salih olmalıdır buna görə və sən onunla nə edirsən? Əməlləri yaxşılaşırsan, Allaha yaxınlaşırsan və həmçinin insan çəkinməlidir haramlardan, xüsusən də böyük günahlardan çəkinməlidir. Və böyük günahları olan insan, əlbəttə ki, haramları eləyən insan, onun duası necə qəbul olar? Və ona görə də yəni, təvəssül eləmək üçün, yəni Allaha hansısa bir əməli eləyirsənsə, onu ixlasla elə. Və özün təmiz ol ki, bir gün sənə lazım olsa bu dünyada, əlbəttə ki, ehtiyacımız var bu dünyada da, axirətdə də, sən əlləri açıb dua eləyəndə onlar nədir? Boş geri qayıtmasın. Və həmçinin əmanəti çatdırmaq. Və xüsusən indiki vaxtda görürsən ki, insanlar arasında əmanət itib. Əmanətə xəyanət çoxalıb. Yəni, əmanətin növləri çoxdur. İndi mövzumuz onlar deyil. Amma əmanət haqqında danışanda, yəni onlar haqqında onlar nələrdir? Hələ çox şeylər var ki, əgər sənə əmanət olursa, hətta söz belə əmanətdir sənə. Və görürsən ki, bugün kişilər arvadları keçiblər. Məsələn, ondan ona, bundan buna çatdırmağı, qeybət eləməyi. Yəni, əmanət böyük bir kişilərə xas olan bir sifətdir. Və görürsən ki, əmanətə xəyanət eləmədi. Və həmin o mağarada qalanlardan birisi neynədir? Üzərində haqq qalmışdı, o haqqı ya yemədi, ya əksinə artırdı, gəldi, aldı, çıxdı, getdi hamısını. Heç bir çox sağ ol da demədi. Elə bil ki, bunun borcu vardı buna. O cür özünü apardı. Amma heç nə demədi, çünki Allah üçün eləmişdi onu. Dünya üçün, nəsə ondan mənfəət güdmək üçün yox. Və əmanətini də yerinə yetirdi. Və Allah üçün eləmişəmsə, sənin üçün eləmişəmsə, bizi buradan bu bəladan xilas elə dedi. Və ona görə də çalışmaq lazımdır ki, həm əməllərin salih olsun və sən də həmin əməllərlə həm bu dünyada, həm axirətdə neynəyəsən, faydalanasan. Və həmçinin ola bilər ki, sənin bir əməlin olsun, 2 əməlin olsun və həmin əməllərlə həmişə dua eləyəsən Allaha. Yəni, təkrar eləmək eybi yoxdur. Yəni, bir əməllə bir neçə dəfə yəni, həmişə Allaha dua eləyə bilərsən. Yəni, təvəssül, Allaha yaxınlaşmaq, əlhamdülillah, yəni ki, icazəlidir və yaxud dediyimiz kimi, hansılara ki, yəni Allah üçün olunan əməl nədir? Vasitəsilə Allah Taalaya yaxınlaşmaq. Və həmçinin də əlbəttə ki, ibadətlər, namazdır, ondan sonra orucdur və s. başqa əməllərdir. Bunlar da insanı Allah Taalaya yaxınlaşdıran, sevdirən əməllərdir. Onları da ixlasla etməlisən. Əlbəttə ki, bilirsiniz ki, bütün əməlləri qəbul olması üçün ixlas və sünnəyə müvafiq olması lazımdır. Və Allah Taala bizi eşidib, bilən qullarından etsin, əməl eləyən qullarından etsin. Allah Taala bizə xeyir qapıları açsın. Allah Taala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah qəlblərimizi açsın. Allah Taala bizi ixlaslı etsin və Allah Taalaya güvənən qullardan etsin.
və Allah Taala bizə həmişə xeyir üzərində etsin. Allah əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Allah ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah Teala bütün müsəlmanlara kömək olsun. Allah ölkə başçımızı qorusun, onu xeyir üzərində etsin, onun işlərini uğurlu, bərəkətli etsin, bizim üçün xeyirli etsin, haqqın cərisi etsin, sağlamlıq versin, güc-qüvvət versin, həmişə izzətli etsin. Və Allah Teala ölkəmizə qarşı kim fitnə, fəsad törətmək istəyirsə, şər törətmək istəyirsə, öz başlarında çatlatsın və Allah bizi həmişə qorusun, əmin-amanımızı daim etsin. Və Allah Teala bütün müsəlmanlara kömək olsun. Subhanək Allahumma bihamdik. Nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.